Necə də səssizləşib bu küçələr, necə də susqun olub bu şəhər. Sanki lal olub Mədinə, sanki kar olub Mədinə. Sanki heç tanımır qapı-qapı gəzən bu xanımı. Sanki eşitmir Peyğəmbər qızının çağırışlarını. Sanki görmür Peyğəmbər əhl-i beytinə necə zülm olunduğunu. Sanki bu xanımın atasının dinində deyil bu şəhərin əhli. Sanki zülm əlindən hicrət edən müsəlmanlar bunlar deyildi. Sanki nə Məkkə fəth olunmuşdu, nə Bədir baş vermişdi, nə Xeybərin qapısı çıxarılmışdı. Elə bil Qədirxum olmamışdı. Heç 2 ay keçməmişdi Peyğəmbərin vəfatından. Bu qədər az müddətə, o qədər çox dəyişmişdi ümmət. Elə bil onlara heç Peyğəmbər gəlməmişdi. Elə bil heç vaxt sizə özümdən sonra Quranı və əhl-i beytimi əmanət qoyuram deməmişdi. Elə bil heç vaxt mən və Əli bu ümmətin atalarıyıq buyurmamışdı. Elə bil Allah qızım Fatimənin razı olması ilə razı olar və qəzəblənməsi ilə qəzəblənər söyləməmişdi. Elə bil ki, İslamın əsası əhl-i beytdir deyə tapşırmamışdı. Elə bil, qiyamətdə bəndələrimdən ilk sual əhl-i beytim haqqında olacağını bildirməmişdi. Unudulmuşdu Peyğəmbərin özü. Unudulmuşdu Allah elçisinin sözü. Sanki bu şəhərdə bir Peyğəmbər yaşamamışdır.